Salam, bugün sizinlə RFM hazırlıq vəsaitinin 3-cü bölümü 3-cü sınağa baxacaq. Gəlin başlayaq. Verilmiş mülahizəni Eyler-Venn diaqramına uyğunlaşdırın. Göy çiçək və günə baxanda rast gəlinir. Baxın, bu günə baxanda söhbət toxumca meyvədən gedir. 1. Meyvə yanığının daxili qatı dəricik formasındadır. Elə bu da toxumca meyvədir. Meyvə yanığı odunlaşmışdır fındıq meyvədə. Yumurtalıq daxilində bir yumurtacıq olur. Yəni burada bir toxumlu meyvə əmələ gətir demək istəyir. Hər ikisinə aiddir. 3, 4, 1, 2, B variantı. Protal və protonema üçün ortaq deyil. Protal qıjının, protonema isə mamrın ilk cücərtisidir. Avtotrof hər ikisi avtotrofdur. Ailə sporlu bitkinin ilk cücərtisi hər ikisidir. Yaşıl rəngli hər ikisidir. Lövhə şəkilli. Protal lövhə şəkillidir. Protonema isə sap şəkillidir. Meyvənin verilmiş hissələrində hansında ana bitkinin əlamətləri üstünlük təşkil edir? Rüşeym hüceyrəsində birin birədir. Bir anadan, bir atadan. Toxum qabığı hüceyrəsi analıq xüsusiyyətlərini daşıyır. Meyvə yanlığı sırf analıq xüsusiyyətlərini daşıyır. Endospermdə isə 2 ana, 1 atadır. Yəni ana üstünlük təşkil edir. D variantı 2, 3, 4. Xromosom dəsti diploid olar. Tetraploid bitkinin toxum qabığı elə özü kimi 4 dənə olacaq, çünki bədən hüceyrəsidir. Tetraploid bitkinin dişi qameti. Yadımızda saxlayaq, orqanizm neçəsə qamet onun yarısı qədər olur. Bu ödədir. Diploid bitkinin zigotu ödəyir. Diploid bitkinin zigotu 2-yin endosperm üçün. Tetraploid bitkinin mərkəzi hüceyrəsi. Mərkəzi hüceyrə həmişə demişik bədənlə eyni olur. Özü 4-endirsə, mərkəzi hüceyrəsi 4-en, endospermi 6-en olur. Diploid bitkinin endospermi 3-endir, ödəmir. 2 və 3. A variantı. Erkək qıjının sporu mitoz bölünmədən əmələ gəlir. Sporlar meyozla yaranır. Qametlər mitozla yaranır. Çox hüceyrəlidir, bir hüceyrəlidir. Cinsi nəslə başlanğıc verir. Bəli, protala başlanğıc verir. Protal cinsi nəsildir. Hansı bitkinin erkək qameti hərəkətlidir? Erkək qametləri mamır və qıjlarda hərəkətlidir. Burada da qıjlardan plan var, götürə bilərəm. Buğda çovda çox örtül toxumludur. Bunlar da sperm adlanır, hərəkətsizdir. Adi şam çopaq toxumludur, sperm adlanır, hərəkətsizdir. Cədvələ səsən YZ 84 dollar, X-in qiymətini tapın. Mikrospor. Yadımızda saxlayaq, bir mikrospordan 2 sperm yaranır. Yəni mikrospor X yazıramsa, sperm 2X yaza bilərəm. O zaman 3X bərabərdir 84-ə. X də bərabərdir 28-ə. X nə idi mikrospor sayım? Və nə idi yadımızda saxlayaq? Bir ana toccuq hüceyrəsindən 4 dənə mikrospor yaranır. 28 mikrospor yaranırsa, deməli 7 dənə ana hüceyrə var imiş ki, dedik ki, bir hüceyrədən 4 dənədirsə, 28 yaranması üçün də 4-ə bölüb 7 tapıram. A. 7-də A. Çiçəyin hansı hissəsi nazik uzundur, üzərində ağırcığı daşıyır. Söhbət sütuncuqdan gedir. Sütuncuq nazik uzun, üzərində ağırcığı daşıyır, alt hissəsi isə genişlənib yumurtalıqdır. Hansı rəqəmlə göstərilen hüceyrələr ki, qat məlumatda iştirak edir? Mərkəzi hüceyrələr və yumurta hüceyrə 2 və 4. D variantı. Bu, yuxarıda 1 ilə göstərilən antipod adlanır. Bu, qonşularsa sinergitlərdir, 3 ilə göstərdiyi. 2 fərqli tozlanma üsulu vermişdir. Çarpaz, öz-özünə. Görə nə istəyir bizdən? Buna görə aşağıdakı ifadələrdən hansı doğrudur? A və B bitkisinin çarpazlaşmasına genetik müxtəlif meydana çıxacaq. Bəli, A və B çarpazdır. Çarpazda da genetik müxtəliflik meydana çıxacaq. C bitkisinin tozlanması çiçək açılmamış gedə bilər. C bitkisinə mən baxıram öz-özünədir. Amma bir məsələ var. Erkəkciklər dişicikdən aşağıdadır. Erkəkcik dişicikdən aşağıdadırsa, bu öz-özünə çiçək açılmamış gedə bilməyəcək. Bu çiçək açılmalıdır, həşərat qonmalıdır və yaxud da ki, başqa bir ekoloji amil təsir etməlidir. Bu tozlanmalıdır. Özündən aşağı olanda çiçək açılmamış gedəmir. Yəni, bu yanlışdır. A və B, C bitkilərin tozcuqları mikrosporlardır. Ümumiyyətlə, örtül toxumların hamısının tozcuqları mikrosporlardan inkişaf edir. 1 və 3. D variantı. Verilmiş bitkilərdən hansı meyvəsi nazik qabıqla örtülmüşdür? Çoxlu toxuma malikdir. Çox toxumlu quru meyvələr var, şirəli var. Quru meyvələr, buynuz meyvə, paxla meyvə, qutucuq meyvə, şirəli isə gilə meyvə. Bu da mənə deyir ki, nazik qabıqla örtülmüş. Nazik qabıqla örtülmüş gilə meyvədir. Gilə meyvədə burada pomidor var. Aşağıdakı təcrübə ilə. Baxın, şam salmaq təcrübəsi oksigeni yoxlamaq üçündür. Burada da mən baxıram ki,
variantlardan cücərin toxumlarda tənəffüsün daha sürətli getdiyini. Bəli, görün burada su var, rütubət var, müəyyən qədər də temperatur var ki, bu cücərir. Burada şam sönüb, o demək ki, oksigen azdır. Yəni bunlar oksigen istifadə edib tənəffüs edirlər. Cücərlər, amma bu birisində quruda deyə normal, sakit öz canlılıq fəaliyyətini hüceyrələr davam etdirmək üçün yüngül tənəffüs edirlər. Burada isə daha sürətlənib deyə şam keçib. Oksigen azalıb, karbon artıb. Hansı bitkilərin çiçəkləri çiçək qrupu əmələ gətirmir? Əmələ gətirir topulqa və səhləb, əmələ gətirmirsə lalə və əriyi götürəcək. 1-4. Cədvələ səsin X-in qiymətini müəyyən edin. Mayalanmada iştirak edən hüceyrə sayı, mayalanmadan sonra əmələ gələn meyvədə toxum sayı. Yadımızda saxlayaq. Bir toxumun əmələ gəlməsi üçün mayalanmada 4 hüceyrə iştirak edir. 5 toxum əmələ gəlirsə, deməli, vururuq 4-ə 20. Bir toxum üçün 4 hüceyrə, 5 toxum üçün də avtomatik 20. 4-ə vurmalısan. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Gəlin edək. Yetişmiş meyvə yanlığı şirəlidir. Gilə meyvə. Yumurtalıqdan əmələ gəlir. Meyvədirsə hər ikisi. Sonra sadə meyvələrə aiddir hər ikisi. Çoxlu dişicik demir ki burada. Demirsə sadə meyvədir. Bir toxumludur dən meyvə. Çox toxumludur gilə meyvə. D, B, S, A, E. D, B, S. 3 bu tərəfdədir. Onda B, S bura düşəcək. Elə A variantı uyğundur. Hansı bitkinin toxumları uçağanları vasitəsilə yayılır? Bu zəncir otudur. C variantı. Hansı stəkandakı toxumlar şişəcək, lakin cücərməyəcək? Bir də. Çünki su həddən çoxdur. Bu arada burada açıq yazsaydı ki, məsəl üçün çəltik və sair kimi bitkilər deyil. Çünki onlar suyun altında da cücərə bilir. Oksigen, suda həll olmuş oksigendən istifadə edə bilirlər. Verilən ifadələrdən hansı doğrudur? Deyir, qıcı toxumlu bitkiyə aiddir. Qıcı ali sporlu bitkidir. Toxumlu çöpak və örtülü toxumlardır. Qıcının sporları su vasitəsilə yayılır. Qıcının sporları küləklə yayılır. Mayalanması sudan asılıdır. Qıcının sap şəkili ilk cücə xeyr. Sap şəkili cücərti proteinemadır. Bunun protalı lövhə şəkillidir. Qıcının qametləri protalın alt səthinə gəlir. Bəli. Həmçinin alt səthində rizoidi də vardır. 19-da X-in yerinə yazıla bilər. Meyvə tipi çox toxumlu quru. Bura yaza bilərsiniz. Buynuz, paxla, qutucuq. Buynuz, qutucuq, paxla. 3, 5, 6. D variantı. Şəkildə bitkinin hansı vegetativ çoxalma üsulu verilmişdir? Çiyələk bitkisidir. Çiyələkdə yerüstü gövdən yerüstü forması şəklini dəyişib bığcığa çevrilib. Həmçinin bığcıqla çoxalır. Baxın, çoxaldıqdan sonra bu hissələr qopur və ayrı-ayrı sərbəst fətlərə çevrilir. Bığcıqla. D. Toxumla çoxalan çiçəkli bitkinin ümumi köklərinin cəmi 57-dir. Əgər əlavə kök, əlavəni X desəm, yan köklərdən 20 vahid az olar. Onda yanı X deyim, əlavə də 20 çıxılsın X. Çünki deyir, əlavə yan kökdən 20 vahid azdır. Yan köklərin cəmini tapın. Deməli, X minus 20 üstə gəl X. Gəl yazaq buradan. X üstə gəl X minus 20 üstə gəl 1. Niyə? Mənə burada deyir, toxumla çoxalt. Demə, bir dənə də əsas köküm var. Bərabərdir 57-yə. Üz üstürəm. 2x bu 1 bura keçdi 56, 20 dora keçdi 76. 2x bərabərdir 76, x də bərabərdir 38-ə. Bu da mənə nə deyir? Yan köklərin cəmini tapın. Elə mən yanı x ilə işarə eləmişdim deyə 38. Əgər əlavəni soruşsaydı 38 çıxılsın 20, 18 olardı. 21-dir. Hansı əlamət şəkildə verilən tozlanma üsuluna aiddir? Yəni, öz erkəkçi öz dişiciyinə keçirsə öz-özünə. Burada da baxaq, çiçəklər bir cinsidir, xeyr, iki cinsidir. Dişici də var, erkəkçi də var. Erkəkçi dişici ayrı vaxtlarda yetişir, xeyr. Eyni vaxtda yetişir ki, bunu tozlandırıb. Öz-özünə tozlanmadır, bəli. 22-ci. Şəkildə verilən çoxalması, şəkildə yarpaqçı ilə çoxalmadır. Uzanbar bənövşəsi, beqoniya. Burada da bənövşə var, götürük. Çayır, ayrı qotu, bunlar kökümsüoğlu, zəfəran, soğanaqlı. Qönçənin açılışına qədər çiçəyin digər hissələri mühütin əvəzsiz şəraitindən qoruyur. Bu kasacıqdır. Funksiyası odur. Mikrosporun əmələ gəldiyi hissə hansı rəqəmə göstərilmişdir? Mikrospor tozluqda erkəkçinin tozluğunda əmələ gəlir. Bu da Z-dir. A.